Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Yenə sizə atdığım 3 dənə sualın izahını çəkirəm. Mənə nə deyir ki, İlham, Cabbar və Rəşid torpaq sahəsini alırlar. Torpaq sahəsi onlar arasında bərabər formada bölünür. İlhamın alış qiymətinin 9'da 4'ünü, Cabbar isə 9'da 5'ini ödəyir. Rəşid 1 il sonra 240 min manat ikisinə pul qaytarır. Buna əsasən Rəşid ödədiyi pulun neçə manatını İlham götürür? Torpağın ümumi qiymətini 9K qəbul eləsək, bilmirik axı nə qədərdir. Gəlin bunu yazaq. Yəqin ki, hamı yanaşıbdır bu suala. 9K ümumi qiymətini qəbul. Çünki 9'da 4'dür, 9'da 5'dir. Qəbul elədim. Hər kəsin payına düşən məbləğ, çünki deyir ki, bərabər formada bölünür torpaq. Ona görə 3 nəfərdirlərsə, hər kəsin payına düşən məbləğ 3K qədərdir. İlham, yazıram İlham və Rəşid. Etap yazsaz hər bir məsələni rahat həll edə bilərsiniz. İlhamın özü 4K ödəyib. Çünki 9'da 4'ünü ödəyib. Yəni 4K qədər ödəyib. Cabbar, bu Rəşid kim idi? Cabbar isə, bunu silək, Cabbar yazaq. Cabbar isə nə qədər ödəyib? 5K qədər ödəyibdir. İndi hər kəs 3K ödəməlidir axı. İlham burada nə qədər artıq məbləğ ödəyib? K qədər. Cabbar nə qədər məbləğ artıq ödəyib? 2K qədər. Yəni 3K qədər burada artıqlıq var. Yəni 3K-nı axı 240 min manat gətirib verib buna. 240 min manat. K-nı buradan taparsınız. Deməli 240 min manatı düz yazaq. 80 min manat. K 80 min manatdırsa, məndən də İlham K qədər artıq ödəyib. Cabbar 2K qədər. Məndən İlhamı soruşur. Cabbarı soruşsaydı, bu Cabbara düşən məbləğ 160 min idi. İlhama düşən məbləğ isə artıq ödədiyi məbləğ, yəni Rəşidin ona qaytardığı məbləğ nə qədər olacaq? A variantında olacaq. Keçək növbəti sualımıza. Növbəti sualda deyir ki, bir parkda gəzintiyə çıxan Əli, bunlar hamısı türk ədəbiyyatından götürülüb. Deməli, antrenman yayınlarından götürülüb bu suallar. Bir də AYT matematikdən götürülüb. Bir parkda gəzintiyə çıxan Əli müəyyən vaxt gəzdikdən sonra biraz fasilə verir. O fasilədən sonra 800 metr gəzir və bütün parkın 9'da 5'ini gedir. Əvvəldən gəzdiyi məsafəni, müəyyən bir qədər gəzmişdi, 5'də 2'si qədər gəzərsə, parkın 15'də 7'sini gəzmiş olar. Buna əsasən bütün parkın uzunluğunu soruşur. Bütün parkın uzunluğunu bir x qəbul eləyirəm. Fasiləyə qədər, çünki Əli fasiləyə qədər də biraz gəzib axı, sonra fasilə verib. Fasiləyə qədər isə A metr yol gedib. Bilmirik də nə qədər yol gedib. Birinci şərt. Mənə nə deyir ki, A-nın fasilədən sonra çünki. Fasiləyə qədər A qədər gəzib. A-nın üzərinə gəlirəm. Fasilədən sonra gəzdiyi 800 metr. Bütün parkın 9'da 5'i, bütün park 9'da x-dırsa, bütün parkın 9'da 5'i olacaq 9'da 5x. İkinci şərt. İkinci şərtdə nə deyir? Əvvəldən gəzdiyi məsafəni 5'də 2'si, əvvəldən gəzdiyi məsafəni A işarə eləmişəm. Üzərinə gəlirəm. 5'də 2'si qədər gəzib. Yəni nə qədər? 5'də 2 A qədər gəzib də. Ümumi parkın hansı hissəsinə bərabər olacaq? 15'də 7x hissəsinə bərabər olacaq. Bu qədər əzizlərim. Bunu biraz sadələşdirsəm, ortaq məxrəc 5'dir. Surət olacaq 5A üzərinə 2A, yəni 5'də 7A bərabərdir neçəyə? 15'də 7x-a. Biraz da sadələşdirsəm, buradan x-i özünüz, x yox, bizə A lazımdır. A-nı tapsaz, ümumilikdə bərabər olacaq 3'də 1 x-a. Bu ikinci şərtdən tapdığımdır. İkinci şərtdən tapdığımı gətirib birincidə yerinə qoysam, mənə nə lazım idi? Mənə lazım idi ki, A-nı tapım, gətirim yerinə qoyum. A-nın yerinə nə yazıram? 3'də 1x üzərinə gəlilsin. 800, çünki tənliyim necədir? Belədir, bərabərdir. 9'da 5 x-a. Çünki məndən ümumi parkın uzunluğunu soruşur. Mən də onu x qəbul eləmişəm. Buradan x-i tapacaqsınız. Eləyəcək 3600, yəni D variantı. Keçək növbəti atdığım 3-cü suala. Bu suallar həqiqətən də qəşəng suallardır. Burada nə deyir? Leyla bir miqdar pulun 5'də 2'sini xərcləyir.
hara xərcləyir? Kirayəyə xərcləyir. 6-da 1-ini kommunallara xərcləyir. 4-də 1-ini isə digər ehtiyaclara xərcləyir. Ümumilikdə pulu bölürəm. 5, 6, 4-ün əkobuna. 5-in 6-nın 4-ün əkobu eləyir 60K. Çünki ən kiçiyi 60 qədər xərcləyir də. Yəni belə. Sonra Leylanın geriyə 440 manatı qaldığına görə, indi 60K-dırsa əgər ümumilikdə bunun məxrəci, ümumilikdə 60K qədər pulu var da, elə bil ki bunun. 60K-dırsa bunun məxrəci, 60-ı 5-də 2-yə vursam, üzr istəyirəm, 5-də 2-yə vursam, ümumilikdə pulum 60K-dır. Bərabərdir 24K. Yəni 24K-sını xərcləyib kirayəyə. Sonra bəs kommunallara nə qədər xərcləyib? 60K-nı vururam 6-da 1-ə, ümumilikdə 10K-nı xərcləyib hara? Kommunallara. Kommunal yazıram. Burada 2 yazaq bilinsin. 60K pulum var. Onun da 4-də 1-ini xərcləmişəm nəyə? Digər ehtiyaclarıma. Ümumilikdə bu da eləyəcək 15K. Baxaq görək nə qədər xərcləmişəm. 24K xərcləmişəm, 10K xərcləmişəm və 15K xərcləmişəm. Deməli 24, 49K. Mənim nə qədər pulum var idi? 60 qədər. Yəni belə 60 min də məsələn. Onun 49 mini xərcləmişəm, yəni 49. Nə qədər qalıb? 11K pulum qalıb. İndi qalan pul, Leylanın geriyə 11K pulu qalıb. Bu 11K pulun da 400 manata bərabər olduğunu mənə vurğulayır. Buradan K-nı tapıram ki, 40-a bərabərdir. Cəmi pulum nə qədər idi? Əvvəlcədən qəbul elədiyim 60K idi. K da 40 olduğuna görə vururam 40-a. Yəni K-nın yerinə 40 yazıram. Bərabər olacaq ümumilikdə deməli 240 və 2400 manat, yəni A variantı. Belə əzizlərim, inşallah ki birinci gündə sizə suallar atacağım 3 dənə. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın. Növbəti dərslərdə, növbəti videolarda görüşərik inşallah.